Salam dəyərli dostlar. OTK-nın 9-cu siniflər üçün keçirdiyi sınaqda bir sualın ətraflı izahını sizlərə təqdim edirəm. İki düz xəttin kəsişməsindən alınan bucaqlardan biri digərindən 2,6 dəfə böyük olarsa, alınan bucaqlardan böyüyünü tapın. İki düz xətt kəsişdiyi zaman bizdə iki cür bucaqlar alınır. Qarşılıqlı bucaqlar və qonşu bucaqlar. Qarşılıqlı bucaqlar bərabər olur, qonşu bucaqlar isə cəmi 180 dərəcəyə bərabər olur. Biri digərindən 2,6 dəfə böyük deyirsə, onda bunun birini biz x götürəcək, digərini 2,6x. Az öncə dedik ki, qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. X üstəgələk 2,6x bərabərdir 180 dərəcə. Buradan 3,6x bərabərdir 180 dərəcə. X də bərabərdir 180 3,6-ya böləndə elədir 50 dərəcə. Kiçik bucağımız 50 dərəcədir. Bizdən bucaqların böyüyünü soruşur. 2,6 vurulsun 50 dərəcəyə. Bu da bərabər eləyir 130 dərəcə. Doğru cavab A variantı.